Həmişə deyirəm, Allah romantikdir. Romantikdən məqsədim budur, incə ruhludur. Qəlb romantikasından danışmıram. Onlar cəfəngiyətdir, ondan danışmıram. İncə ruhlu olmaqdan danışıram. Nə qədər çox sevgi dolu, mərhəmət dolu, qayğı dolu, rəhman və rəhim dolu, mehribanlıq dolu, eyni zamanda qüdrətli, güclü, elm doludur. Biz nə qədər elm doluyuq, Allaha oxşuyuruq. Nə qədər güclüyük, Allaha oxşuyuruq, iradəliyik. Nə qədər iradəliyik. Allah bizdən iradə istəyir. Allah namazı neynir? Allah orucu neynir? Allaha bir faydası var. Allah verdiyimiz qurbanları neynir? Mənim üçün istəyir ki, iradəli olam. Mənim üçün istəyir ki, empatiyalı olam o qurbanlar. Özü deyir, onun əti qanı mənə çatmayacaq. Sənin mənə qoşulmağın mənə çatacaq. İnna lillahi və inna ileyhi raciun. Hamımız Allahın bir parçasıyıq və hamımız Allahlaşmalıyıq. Bu ayə belə tərcümə olunmasa, bu ayənin bir mənası həyatda ciddi şəkildə qoymayacaq.